Bəzən həyatda görünmək üçün yanında olan insanların hər dediyini edirsən. Hətta bu səndən istədikləri şey sənin üçün yanlış belə olsa, sənə xitab etməsə belə. Çünki nə üçün? Sadəcə istəyirsən onlar tərəfindən görüləsən. Məsələn, sənin yanında ancaq başqalarını tərifləyirlər, sənin yanında başqalarının dəyərini bilirlər, qiymətini bilirlər. Amma sən nə etsən də yetmirsən və bu sənin görülməmiş olduğunu hiss etdirir. Ancaq doğru isə, yəni sənin üçün olacaq doğru isə, özünü görməyi seçməsi başqalarının səni görməsindən çox daha üstün olacaq. Çünki biz başqaları tərəfindən görülüb özümüzü yenə də görməyi rədd ediriksə, yəni eyni sistem davam edəcək. Bu səbəbdən də özünü nə cür dəyərləndirirsən? Başqaları olmasaydı, başqalarının fikirləri olmasaydı və başqaları sənin üçün bu qədər əhəmiyyətli olmasaydı, sən başqasına verdiyin qiyməti özünə verə bilsəydin, həyatın necə olardı? Sən özünü görməyi seçsəydin, sən özünü dəyərli hesab etsəydin, həmin insanlar yanında olardılarmı?